Heç vaxt əməllərimizə baxmayın. Əməllər insanı məğrur eləyər. Heç vaxt baxmayın, hesablamayın, saymayın ki, o yaxşı əməlim var, bu yaxşı əməlim var. İnanın ki, bu insanı yavaş-yavaş qürura salır, məğrur eləyir. Qəlbinizə baxın. Ən yaxşı tərəzi, ən yaxşı meyar insanın öz içindəki qəlbidir. Qəlbinizə baxın, görün orada kim var? Kim məskən salıb qəlbimizdə? Kim ev qurub bizim qəlbimizdə? Kim oturub? Qəlb nə ilə nəfəs alır, qəlb nə ilə döyülür? Qəlbimizdə o qədər lazımsız və mənasız şeylərə yer vermişik ki, o qədər bu dünyanın ləzzətinin, bu müvəqqəti şeylərin o qədər susuzluğunu, teşnəliyini çəkmişik, o qədər onları çox istəmişik, o qədər o şeyləri qəlbimizdə qonaq eləmişik ki, Allah dostlarının artıq yer qalmayıb Allah dostlarını orada qonaq eləyəsən.